Nəriman, ümumiyyətlə, yəqin ki, siyasi gündəmi, ümumi ölkə gündəmini izləyirsən, məsəl üçün, hökumət də islahatlardan danışır və s. Həmçinin də müxalif icmada, müxalif cəbhədə deyir ki, islahatlar olmalıdır və s. İlk öncə Azərbaycanda, ölkədə, məmləkətdə nə dəyişməlidir, nədən başlamaq lazımdır? Azərbaycanda dəyişiləcək ilk şey düşüncədir. İllərdir Azərbaycanda olan repressiv vəziyyət insanları dövlətdən də soyutdu, vətəndən də soyutdu, ölkədən də soyutdu, siyasətdən də soyutdu. Əgər bir vətəndaş Azərbaycanın aktiv siyasətində iştirak eləmirsə, bu ölkə üçün heç də yaxşıya aparan bir yol deyil. İlk öncə Azərbaycanda dəyişiləcək şey düşüncədir. Biz hər zaman dostlarla söhbət edəndə də deyirik ki, məhkəməsiz nə qədər islahat aparırsan apar, heç nə düzələn deyil. Müstəqil seçki olmasa, nə qədər islahat aparırsan apar, heç nə düzələn deyil. Maksimum yolları düzəldərsən, körpüləri düzəldərsən, o da müəyyən müddətlikdir. İlk öncə Azərbaycanda düşüncə dəyişməlidir. Həm iqtidarın, həm müxalifətin, həm vətəndaşın. Ümumi dövlətə və dövlətçiliyə baxış dəyişməlidir. Bu düşüncənin də adı dövlətçilik düşüncəsi olmalıdır. İndi Azərbaycan telekanallarında insanlara təbliğ olunmağa çalışan dövlətçilik düşüncəsi deyil. Dövlətçiliyin 3 təməl əsası var bizim fikrimizcə. Məhkəmədir, seçkidir, büdcədir. Məhkəmə, seçki və büdcədə ciddi şəkildə islahatlar aparılsa, bütün dəyişikliklər onun ardınca gələcək. Xalq da görəcək bunu, iqtidar da görəcək, müxalifət də görəcək, xarici partnyorlar da görəcək. Amma bunlar olmasa, ölkədə nə qədər dəyişiklikdən danışırıq danışaq, bu sadəcə kosmetik dəyişiklik olacaq.